Salam, sənin səsinə baxırsınız. Ruslan Nəsirov Qubanın Baxçalı kənd sakinidir. Az təminatlı ailə olaraq ünvanlı sosial yardımçı müraciət etsə də 3 aydan çoxdur ki, müraciətinə cavab yoxdur. Qanunla 15 iş günü ərzində yoxlanılıb qərar verilməlidir. Amma 15-20 günə yoxlama gəlir. Bizi bir ay yarım gözlədirlər, ardınca imtina verirlər. Əsassız səbəblərlə. Elə ailələr var ki, onları yoxlama nə zaman gələcək, hansı sənədlər yığılmalıdır, nə cavab verilməlidir, hamısını deyirlər. Amma rüşvət verməyən ailələr isə bütün sənədləri qaydasında olmağına baxmayaraq çalışırlar ki, bir səhv tutub imtina versinlər. Bildirmək istəyirəm ki, yoxlama zamanı akt tətif edilir. Həmin aktın bir nüsxəsi vətəndaşda qalmalıdır. Onu vətəndaşda saxlamırlar. Şəklini çəkməyə qoymurlar. Deyirlər olmaz, gizlidir. Onun nəyi gizlidir? Mənim ailəmin məlumatıdır. Verilən sosial yardımın 40%-ni kəsirlər. Biz uşaq pulu görmürük. Bir sosial yardımdır. Onun da 30-40%-ni kəsirlər qanunsuz olaraq. Hər tərəfli hüquqlarımız tapdalanır. Aidiyyəti qurumlardan artıq dərəcədə xahiş edirəm. Bizim şikayətimizə baxılsın, bir tədbir görülsün. Ailəmizi təmsil edən şəxs yoldaşım Nəsrova Ülviyə Mustafa qızıdır. Xaçmaz sakini Mirzəyeva Əsmər də ünvanlı sosial yardım almaqla bağlı şikayətçidir. Deyir ki, düz bir il əvvəl müraciət edib. Hər dəfə əsassız səbəblərlə ona imtina cavabı gəlir. Bir il torpaq vergi ödəyicisi olmalısan. Qah deyirlər, abunət kodunun düzgün qeyd olunmaması, halbuki heç evə gəlmədən imtina verirlər. Yoxlama 15 iş günündə müvafiq qaydada qərar verməlidir. Amma ay yarım 2 aydan sonra gəlirlər, vaxtı uzadırlar, sonra da imtina verirlər. İndi də müraciət etmişəm, ucu bir ildir. Bütün sənədlərim qaydasındadır, heç bir nöqsan yoxdur, ödənişlər də öz qaydasında. Artıq bir ildə keçib, yoxlama gəlib, artıq ikinci aydır ki, heç bir cavab yoxdur. Yoxlama gəlib gedəndən 15 gündə yoxlamadan sonra keçib. Ümumiyyətlə, yoxlama gəlib getdikdən sonra ailələr var ki, ay yarım 2 ay gözlədikdən sonra imtina verirlər. Hərəsinə bir cür səbəblə. Aidiyyəti qurumlardan artıq dərəcədə xahiş edirəm ki, bizim şikayətimizə baxılsın. Nə uşaq pulu görürük, nə də bir şey. Bir az təminatlı ailə olaraq sosial yardıma ümidimizi dikmişik. Onda da bizi incidirlər, zülmə qoyublar. Verilən sosial yardımındakı hər ailədən 200-300 manat civarında kəsirlər. Yəni, hər tərəfli hüquqlarımız tapdalanır. Ümid edirəm ki, aidiyyəti qurumlar şikayətimizə baxacaqlar, araşdıracaqlar və tədbir görəcəklər. Qusar rayonu Kuzum kənd sakini Aydın Qırxlarov deyir ki, ona atasından qalan torpaq sahəsi Bakı şəhər Yasamal rayon Dağlı küçəsi ev 2, mənzil 21-də yaşayan Xəlilova Günel Ramiz qızı tərəfindən zəbt olunub. Zəbt olunmuş ərazi təxminən 10 sota yaxındır. Aydın Qırxlarov deyir ki, Günel Xəlilova hər dəfə ona deyir ki, get kimə istəyirsən şikayət et. Hər yerə şikayət edən torpaq sahibinə isə kömək edən yoxdur. Bura mənim torpaq sahəmdir. Xəlilova Günel Ramiz qızı burada, yəni ki, öz başına mən torpaq sahəmi zəbt edib, yəni ki, hündür bir villa tikirdi. Bunlar da onun yəni ki, nümayəndələrdir. Özü oturub, yəni ki, Bakı şəhərində. Bu mənim çıxarışı olan torpaq sahəmdir. Bu qanunsuzdur, bu hüquq pozmadır. Amma yəni ki, öz maddi imkanlara arxayın olub, yəni ki, oturub, yəni ki, mən onu tapa bilmirəm. Xahiş edirəm, yəni, adəti orqanları mən sizin vasitəsilə işıqlandırmaq istəyirəm ki, mən 2 dünya bir olsa da mən torpaq sahibimdən onu istifadə edib, yəni ki, villa tikmək imkan verməyəcəm. Burada mənim yaşayış sahəmdir, bu ev mənimdir. Yəni ki, burada mən öz torpaq sahəsindən istifadə edə bilmirəm. Salih Məmmədov Cəlilabadın Mikayıllı kəndinin yararsız yollarından şikayətçidir. Deyir ki, 1983-cü ildə salınan yol bugünə qədər təmir olunmayıb. Bakı şəhərinə, Masallıya, yəni bütün rayonlara bizim yolumuz buradan gedir. Baxın, görün, bax bizim bu rayonlara gedən yolumuz nə vəziyyətdədir? Biabırçı vəziyyətdədir, acınacaqlı vəziyyətdədir. Bu yolla da
bu yol barədə dəfələrcə rayon icra hakimiyyəti, deputat Elman Nəsrov, bütün aidiyyəti qurumların məlumatı var. Ayın 16-sında rayon başçısı Rafiq Cəlilov bu yolla özü şəxsən Cəlilabad rayon Mikailin kəndinə gəldi, vətəndaş görüş keçirməyə gəlmişdi. Əslində vətəndaş görüş keçirməyə gəlməmişdi, şəkil çəkdirməyə gəlmişdi. Gəldi, yəni cəmaatla şəkil çəkdi. Hazır bir dənə proqnoz idi. Onun tərəfinə yəni yaxşı danışdılar, çıxış elədilər ki, hər Rafiq Cəlilov belədir, amma Rafiq Cəlilov gördü ki, bu yol nə vəziyyətdədir. Həmin o deməli vətəndaş görüşündə mən də var idim. Mən də orada suallar verdik ki, vətəndaşlarla bir yerdə ki, bu yolların vəziyyəti necə olacaq? O bildirdi ki, yol bizlik deyil, işıq bizlik deyil, qaz bizlik deyil, su bizlik deyil. 60-da çəkilən dirəklər bizlik deyil. Bəs onda bu günlər bu problemlər deputat üçün, icra hakimiyyəti üçün maraqlı deyilsə, aidiyyəti qurumlar üçün maraqlı deyilsə, onda biz rayon icra başçısı niyə verdilər bura? Deputatı niyə seçdilər? Baxın da gözünün qabağındadır. Bu günləri demək Şilavanja kəndinə bir müşoxun almaq üçün 30 manat maşına vermişəm, o da böyük maşınla. Gedib böyük maşınla un alıb gəlmişəm. Yəni bu günləri bu kənddə 200 ev var idi. 200 ev köçüb, yolun üzbatından, işığın üzbatından, qazın üzbatından, suyun üzbatından. Siz də şikayətlərinizi videoya çəkib WhatsApp nömrəmizə göndərin ki, onları Meydan TV-nin səhifəsindən paylaşa bilək. Hələlik.